Birinci sualda bir daha baxaq bunlara. Sərhədləri verirdi əvvəl 3-ün 1-ə, düzdürmü? Buradan bura qədər olduğu üçün. Sonra da bir də baxırdıq ki, nəyin integralı? 1 bölü x-in integralına baxırdıq. Orada da nə olurdu? 1 bölü x integral nə idi? Ln modul x yaddan çıxmasın. 3 ilə 1 qoyanda olur ln 3 çıx ln 1. Bu da ln 3 verir. Belə. Çıxmada nə olur? Bölmə olur. 3-ü 1-ə bölürsən elə ln 3 qalır. Aydındır. Getdi. Bunlar eynidir. Üçüncü sual da. Bax, yenə sərhədlərə baxırsan. 1, 0. Bunlardır. 4x kubunun integral nədir? X üstü 4. Bəli. Çünki 4 yuxarı olur. 4-ə də bölürsən. Yəni 1 ilə 0 qoyanda 1 qoyanda 1 üstü 4, çıxar 0 üstü 4. Nə olur bu? 1. Aydındır. Qutardı get. Bunları keçən dəfə demişik deyə biraz tezsiz deyəcəm. Hə, burada da cavab 8-in 4-dədir. Çünki 8 ilə 4 aralığındadır. Bir də funksiyanın özü də verilibdir. Fx-in integralı. Oldu. Burada çətin bir şey yoxdur. Bu da eynidir. 7, 8 eynidir. Bir dənə burada çətin söhbət buydu. Onu mən sizə izah eləmişdim. Əsas məsələ nədir? Bu xətlərin və bu x-lərini tapmaq. Biri onsuz da verilib 1-dir. O birisi sərhəddə tapmaq üçün mən sizə nə dedim? Dedim, qrafiklərin kəsmə yerinə baxın, bura. Deməli, o da tapmaq üçün bunları götürürdük də. 2y bərabər 2 bölü x olurdu. 2-lər getsin. X nə olur? 1 böl y. Deməli, bunun bu sərhəddə 1 böl y'dir. Hə. Burada yazsan 1 böl y. Funksiyada nədir? Biz sizə demişdim ki, bu sahənin üstündən, yəni 2y'dən alt təbəqəsini buranı çıxırdıq. Yəni, o da hansı funksiyadır? Bu funksiyaya aiddir. Çıxar 2 böl x. Belə də x. Biri başa yazaq edək, onu bir də çıxardıq buranda. Fərqi yoxdur. Hə. 2y'nin integralı 2yx. Orada qarışdırmayın, keçən dəfə də demişdim. Bu y üstü x deyil də, elə bil adi bir ədəd kimi qəbul elə də. Yəni 5-in integralı nədir? 5x, 2y'nin integralı nədir? 2x. Eyni şeydir. Hə, 2 vurulsun, bu 1 bölü x olduğu üçün 1 bölü x-ə ln x-dən. Hə, qutardı. 1 qoyanda yerinə 2y çıxaq 2 ln 1. Hə, bir də 0 qoyanda, 0 deyirəm, 1 bölü y qoyanda 2y vur 1 bölü y, çıxsın 2 vur ln 1 bölü y. Belə. 2y çıxaq bu 0 verir də. Çıxılsın, bunlar getdi 2, üstə gəlinsin. Bu nəyi verirdi? Mənfini, hə? Çünki bu y, yox mənfi deyil, mənfi 1. Bağışlayın. Mənfi 1-i. Niyə? Çünki bunun mənası o deməkdir ki, loqaritma y əsasdan 1 bölü y. Y üstü neçə 1 bölü y-ni verər? Mənfi 1. Hə, bu mənfi 2-ni, mənfi 1-i mənfi 2-yə vuranda müsbət 2 edir. Qabağındakına görə çıxaq 2. Gedir, yox getmir. Bağışlayın. 2y çıxaq 4 qalır. Belə bir şey olur. Hə? Aydın oldu. Ondan sonra bu sualdan təkrar çox yazacaq. Yəni, əsas odur ki, bu üst sərhəddən alt sərhəddə çıxdığımızı biləsiniz. Bir də o sərhədlərin tapılması biri 1-dir, biri 1 bölü y'dir. Bunları biləsiniz.
Hə. İştiraklanmış hissənin sayəsini tapın. Burada da bax, hə, bərabərləşdirirsən ki, buradakı x-i tapasan. O da 2x kvadratı üstə gəl, x çıx 1 bərabərdir x plus 1 olurdu. 2x kvadratı bərabər 2 olurdu. Çünki x-ləri bir tərəfə atanda gedir. O mənfi 1 o yana atanı 1 üstə gəl 2 olur. X kvadratı 1, x də ya 1 olur ya da mənfi 1. Hə, biz bundan buranı götürürük də. Düzdür? Sahə o aralıqdadır. Ona görə də sahə olur 1-in 0-a. İnteqrallayaq indi. Üst sərhəd nədir? Üst sərhəd x plus 1-ə aiddir. Alt sərhəd də bu qrafikin. Elə bil 2x kvadratı üstə gəl. X çıx 1-ə aiddir. Nəysə, buna integral deyəcək. Bir dənə sadələşdirək, sonra baxarıq inteqrala. Sadələşdirəndə deməli, mənfi x kvadratı x-dən x çıxanda gedir bunlar. Birdən də mənfi çıxan plus ya. İndi integral eləyəndə deməli, mənfi x kvadratın inteqralı nə olur? Mənfi vur x 3 bölü 3. Üstə gəl 2-nin inteqralı 2x. Bir dəfə 1 qoyursan. 1 qoyanda olur mənfi 3-də 2. Üstə gəl 2. Bir dəfə də 0 qoyanda da heç nə dəyişmir. Bunun yazma mənası yox idi. 2-dən də 3-də 2 çıxanda 1,3-də 1 qalır və yaxud da 3-də 4. Aydındır. Bu hesablama tərəfini boş verin. Yəni əsas odur ki, orada biləsən, bura sərhədlər. Sonra da inteqrallama. Bildiniz. On üç. Y bərabər x üstü 5, 0. Burada bax, xəttin sərhədin birini verib. Biri 1-dir. O birisi sərhəd tapmaq üçün nə edirsən? Y bərabər x üstü 5, y bərabər 0. Bunların kəsişdiyi nöqtəyə baxırsan, x düşür 0. 1 yuxarı, 0 aşağı. İndi x üstü 5-dən 0 çıxmalıyam əslində, yəni qaydaya görə. Belə olmalıdır. İndi x üstü 5-in inteqralı. X üstü 6 bölü 6. 1 qoyanda olur 6-da 1, 0 qoyanda 6-da 0. Cavab qalır 6-da 1. Oldu. Belə bir şey. Ola bilər ki, burada cavab mənfi alınsa, birdən misal üçün də 0-dan x üstü 5 çıxmalı olarsan. Keçən əvə dedim ki, onun neyini müsbət götürün qutardı. Bu sualdan yeni tonlandı. Gəl buna baxaq. Burada nə verib? Fiqurun sahəsi necə hesablanır? Bax, hamısını götürüm. Sərhədlərə bir dənə diqqət edin burada. Fx-in sərhədləri A ilə B-dir. Ona görə yazırsan bura. B yuxarı, A aşağı, Fx-in inteqralı. Üstə gəlinsin. Buranın sərhədləri nədir? C ilə B. C yuxarı, B aşağı, bir də Jx dx. Belə bir şey olur. Bildiniz? Çatdı, buradan isə problem yoxdur. Nəyi nədən böyük götürülüyor orası? Sən bax da, bura. B, A arasındadır. Ona görə B ilə A arasında fx-i götürürsən. Bura, mən desən yerlərin tərsini yazmışam, yoxsa? Yox, düz yazmışam, burada da görsən C ilə B arasındadır. Jx. Onu buraya yazmışam. Oldu? Böyrəyə oxşur. Öyle buydu. Ama üstte böylesinde. Varianta baxmadım, açığı. B-dir, Oradan mən Jx-də verib, Fx-də verib. Hansını seçməliyim? İkisini də.
A ilə B arasında gör hansını verib. Burada fx verib də, deyəsən. Deyəsən, mən onu səhv dedim. Deyən bir də baxın bana. Mən onu səhv demişəm. Bir dəqiqə, düz deyir uşaq. Bircə dəqiqə. Mən onu səhv demişəm. Bilirsiniz niyə? Bax, bura. Uşaq da bayaqdan soruşur. Buna bax, üst sərhəd nədir? Jx. Bax, sərhədlər B ilə A arasındadır. Hə, yuxarı sərhəddi Jx-i çıxılsın, aşağı sərhəddi fx-i. Ay, sağ ol, afərin sizə. Üstə gəlinsin, C ilə B sərhədlərimizdir. Yuxarı sərhəd fx-i, aşağı sərhəddə jx. Belə. Bu da qutardı. Aydın oldu indi. Yuxarı sərhəddən aşağı sərhəddə çıxırıq. Belə. Burada xətəri ilə hüdudlanmış fiqurun sahəsi. Sərhədin yenə birini verib. 3 kök altda x-i 6-ya bərabər eləsək, kök altda x bərabər 2 olur, x olur 4. Düzdürmü? 4-ün birədir sərhədlər. İndi belə keçən dəfə demişdim, yəni çox da əhəmiyyət daşımır. Üstdəki qrafik hansıdır sizcə bu ikisi arasından? Üstdəki qrafik səhv etmirəmsə deyəsən, bir dənə baxaq. Kök altda biləm, prosto belə bilsəz yaxşı da. Bu kök altın qrafiki deyil. Bu kök altın qrafikidir, o da y bərabər 6-dır. Hə, arada qalan hissə bu hissədir. Bu y bərabər 6, bu da 3 kök altda x. Çox da bir əhəmiyyət daşımır, amma düzgününü bilmək daha yaxşıdır. Onda deməli, üst sərhəd nə oldu? Y bərabər 6-ya aiddir. Alt sərhəd isə, yəni buradakı hissə, görsən, o birisinə aiddir. İnteqrallayaq bir dənə. 6-nın inteqralı 6x. 3 kökdə x-in inteqralı nədir? Bu x 2-də 1 olduğu üçün 1/5 böl 1/5. X üstü 1/5 böl 1/5 olur. Düzdürmü? 1/5'in üstü işi var. Bəli. 4'ü yapışdırsan yerinə 24 çıxaq. 2 vur. 4 üstü 4 nədir burada? Bax 2 üstü 2'dir. Üstünə 1/5 yazanda 2 üstü nə olur? 8. Çıxılsın. 6 çarpı 1 qoyanda 6 vur 1 6 çıxılsın 2. 24'dan 16 çıxanda 8, 8'dən də 4 çıxanda 4 qalır. Başa düşmədiyiniz nəsə varsa soruşun. Güzeldir. Desən, axırıncı dediyimiz sual buydu. Keçən dəfə. Hə, burada bunlar nə edirik? Bərabər götürürük. Buradan x çıxır sonra qalıb 1 çıx. X bərabər 0. Sərhədlərimiz 1-in 0'adır. İndi biz deməli x kvadratından 0'ı çıxıb inteqrallamalıyıq. Düzdürmü? X-in inteqralı x üstü 2 böl 2. X kvadratında inteqralı x üstü 3 böl 3. 1 qoyanda yerinə olur 2'də 1 çıxaq, 3'də 1. 0 qoymuram, mənası yoxdur, 0 olur. Buranı 6'da 1 qoymuş. belə eləyək 6'da 1. Qutardır. Aydındır mı? Nəyisə başa düşmədirsə soruşun. Gəl baxaq.
burada. Bu da asandır da. Amma baxaq da, eyb yox. Bir dənə buna da baxaq. Sərhədlər 3-ün 1-ə. O da x kvadratının integralı. X 3 bölü 3. 3 qoyanda yerinə. 3 bölü 3 çıxaq. Belə bir şey olur ha. Nə olur dediniz? 9 çıxaq 27-də 1. 3 26. Yox, bir dəqiqə. Mən 27-də o 3-də 1 alınır ya. Hə. Səhv görmüşəm. 3-də 26 qutardı. Kubu elə bildim məxrəcədə aiddir. Ona görə. Bəli. Nə? Sə? Aşağıdakına baxaq. Burada deyir ki, o nfx buradan belə. Belə bir şey deyək, deməli, hansı sahə ki, aşağıda da onu mənfi götürürük, hansı ki, yuxarıda da onu müsbət götürürük. Yəni, bax, S2, S4. Bizə ümumi sahəni verir, 0-dan 10-a qədər hamısı, hə? S2 ilə S4 müsbətdir. S1 ilə S3 mənfidir aşağıda olduqları üçün. Hə, onların da cəmi 31 verilib, hə? Onu da belə deyək, mənfini qabağa çıxardarıq buradan. Qalır burada müsbət S1, müsbət S3. Bununla bərabər verib 63-ə ümumini. Bura nədir? 31, S2 ilə S4-ün də cəmi olur. 32 deyəsən. Bura çıxmadır. Mən səhər saat 8 hazırlıqlarında necə? Yuxusuzluqlanıb olur. Bildiniz? Diqqət edin işarə yazıda. Hər hansı çaşdıra bilərəm. Hə? Baxaq. Hüdudlanmış. İndi belə deyək, bax, heç bir x-i verməyib, sərhədi verməyib. Ne inəyəcək? Bərabər götürəcək. Kvadratı yüksəldəndə x, kvadratı yüksəldəndə 4-də 1 x kvadratı olur belə. Hə. Buradan elə bil ki, x-i atsam bu yana 4-də 1 x kvadratını. Bərabər eləsən 0-a. X çıxır çölə, qalır 1 çıxar. 4-də 1 x bərabər 0. Sərhədin biri 0-dır. 1 çıx 4-də 1 x 0-dır. 4-də 1 x 1-dir. X nədir? 4. Yəni, sərhədlər 0-dan 4-dür. 0 olmalı. Hə? Necə? Hə. Hə. Bir də sərhədlərə baxaq. Baxsan ki, orada qrafikdə köhnə x-in qrafiki belə bir şeydir. 2-də 1 x-in qrafiki də elə bil belə bir şeydir. Düzü? Biraz əyilməyim, çəkməyib yoxdur. Deməli, bizə lazımdır buradakı aradakı sahə. Üst sərhəd buna aiddir. Alt sərhəddə bu gördüyünüzsə 2-də 1 x aiddir. X 2-də 1-dir. Bunun integralı olur x
1/5 verək, 1/5. Sıxılsan, x 2 bölü 2 olur bu. Hə? Heç nə, yerinə 4 qoyaq, cavab çıxacaq. 4 qoyanda 2 üstü 2 yazıram, elə bil bunun yerinə. Çıxat 4-də 1 vuraq. X-in yerinə yenə 4 yazsam. 16, hə? İndi 0 da qoysaq, onsuz da 0 alınır, hə? 2 üstü 3. 8 bölü 1/5 düşür. Çıxat 4 düşür. İndi buranı da yuxarını aşağını vuranda 3'ə. 3'də 16, 2'yə vururum yuxarını aşağını. Buranı da 3'də 12, 3'də 4, 1 tam 3'də 1. Qarışıq fason maraqlı bir şeydir. Köşaltı X-in qrafiki, bu da bunun qrafiki. Öz qrafiklərini çəkirəm də. İndi köşaltı X-in qrafiki bir dənə də, yəni bundan başqası yoxdur. Ondan tərsinə yazsam düz götürəcək. Onu siz tərsinə yazıb, amma moduldan çıxarsınız, məncə düz götürməlidirlər. Onsuz da bilsən necə, yazarsan gəlib -3 üstə 4 alacaqsan, onu müsbət götürəcəksən. Düz xətdir də. Burası mənim düz xəttim biraz belədir də. Necə yəni yuxarıdan? Mənfi olmuyor. 2'də 1 x-i deyə düz buradan keçir. Yəni x-ə 0 qoyanda y-də 0 olur deyə oradan keçir. Belə. Hə, keçək öbürsünə. Baxaq, hələ qabaqda belə əyləncəli suallarımız çoxdur. Hə, 26'ya biz bu suallara da baxmışdıq, 26'ya da baxmışdıq. Bunu dedik ki, keçən dəfə y bərabər x plus 2'nin kvadrat üssüdür də, düzümü? Və koordinat oxları ilə hüdudlanmış deyir də, düzü? Mən keçən dəfə sizə dedim ki, bu x kvadratın qrafikidir. Amma x plus 2 olanda, elə bil ki, qrafik sola gedir. Buradadır təpə nöqtəsi. 2 vahid bu yana gəlir, olur. -2-dən keçən qrafik. Belə bir şey olur. Y bərabər x plus 2'nin qrafiki. Bizdən də soruşduğu sahə buradır. Görsünüz buranı? Buranı soruşur elə bil. Sən də bilirsən ki, koordinat oxları ilə dediyi üçün biri 0'dır. Digərdə 2 vahid bu yana gəldiyi üçün -2'dir. 0 bura, -2 bura. Bu integral nə verir bizə? X üstü 3 bölü 3. 4 vur, x üstü 2 bölü 2. Üstə gəl 4x. Belə oldu. 0 qoyanda olsa 0 alınır, hamısına qoyanda. -2'ni qoyanda nə olur? -2'nin kubu. -8 bölü 3. Bunlar geçsin. -2'ni qoyanda 8 müsbət. 48. Belə bir şey olur. Getdi bunlar. Oldu müsbət 3'də 8. Yəni 2 tam 3'də 2. Belə bir şey. Aydındır mı? Əgər şəkli çəkmədən o -2'ni tapmaq istəsəz, ifadəni 0'a bərabər eləyib -2'ni tapa bilərsiniz. Çünki koordinat oxları ilə kəsmə deyir. Düzdür uşaqlar? Nəysə başa düşmədisə deyin. Qəribə baxsınız. Aha, 28.
A-nın hansı müsbət qiymətində xətləri ilə hüdudlanan fiqurun sayəsi 3/1-ə bərabərdir. Biri sıfırda o birisini tapır. Hə, deməli, bu ikisini əvvəl kəsişdirib sən demiş, sərhədin birini tapırıq. 0-da, digərində A verib də. Düzdürmü? Bunu yerə böyle tapır. Hə, bu A olsun, bu da olsun 0. Müsbət qiymət verdiğine göre A yukarıda. Hə. Xətləri ilə hüdudlanan fiqurun sayəsi. İndi belə bir şey deyək ki, x kvadratı çıxaq 0 ilə hesablayacaq. İntegral. O da bərabər 3/1 verilib, bizə. Birinci integrallayaq. X üssü 3/3. A qoyanda yerinə. A kubu bölü 3. 0 qoyanın mənası yoxdur. Bərabər 3/1 olur. A da 1 düşür. Baxın, nəyi bilmədisə soruşun. Aynen. Sərhədlər A. Birinə A verib, o bir sərhəddə tapanda bərabər edirsən y-ləri, cavab çıxır. Deməli, bu DT söhbətini keçən dəfədən bilirik də, yəni T üzərində işləyəcək, burada T verib deyə. Hə. Birinci funksiyanın qrafikini bir də hesablayaq, görək nə verir bizə. Bu olur T üstü 2/2. Çünki adi T'dir. T üstü 1 də. Bir dəfə yerinə x kvadrat plus 1 qoymalıyıq T'nin. Nəsə böyük cavabı alınan oxşuyur. Bir dəfə də x kvadratını özün qoymalıyıq, hə? Gəlin buna baxaq. Birincinin kvadratı. Bunun buna asilinin 2 misli. Çıxaq belə. Alınır belə. Getdi belə. Şükür ki, çox da böyük bir şey alınmadı. X kvadratı üstəcək 2/1 kimi bir ifadə alındı. Düzdür? Hə? İndi y bərabər, demək qrafikin biri oldu x kvadratı üstəcək 2/1. Digərini qrafik oldu 1/5. Xətləri ilə hüdudlanmış deyəndə nə edirik? Bunları bərabər götürüb sərhədləri tapacaq. Yazacağım x kvadratı üstə gəl 0/5 bərabər 1/5. X kvadratı olur 1. Sərhədlərimiz də düşür 1 ilə -1. Baxaq da. Bura 1 qoyarsam, bura -1. Sonra 1/5-dən çıxacaq deyəsəm bunu. Çünki qrafiklər təqribən belə bir şey olur. Hə, nə deyirdim? Qrafiklər təqribən belə keçəmdirəm. Belə bir şey olacaq. X kvadrat plus 2/1-in qrafiki buradır. 1/5-in də qrafiki elə bil belə olmalıdır ki, bu arada sahə qalsın. Düzdürmü? Onda deməli biz 1/5-dən çıxmalıyıq x kvadratı plus 2/1. Belə bir şey olur. Aha. Nə oldu qrafikimiz? -x kvadratı plus 1. Düz dedim. İntegrallayaq, indi biləcəm. -x kubu bölü 3 üstə gəl 1x. 1 qoyanda nə olur? -3/1 üstə gəl 1. -1 qoyanda nə olur? 3/1 çıxaq 1. İkidən 3/2 çıxanda belə. Aydındır. Baxın gör nəyəsə başa düşmədiyiniz bir şey varmı? Başa düşdüyünüz bir şey varmı? Adam sonradan baxanda heç nə başa düşmür. Biraz
mövzu elədir ki. Birinci, yəni buradan ilk qrafiki tapırsan. O qrafik tapandan sonra bundan qabaqki misallarda necə işləyirdik? Bərabər götürüb sərhədlər tapırdıq, sonra da inteqrallayırdıq. Həmin söhbət. Nəyə bilmədisə soruşun. Niye tek kvadratı bölüşüyor? Çünki orada 1t idi. Hə, t-nin inteqralı t üstü 1-dirsə, t üstü 2 bölü 2 olur. 31-32-ni daha yazmaq istəmirəm. Daha bayaqdan nə qədər yazdı ona aid. Hə? Burada 33-34 dənəsə eyni şeylərdir. Yəni bir dənə baxım görüm burada nəsə bir fərqli bir şey varsa onu deyim də, yəni. 35-ə bir dənə baxaq bəlkə. Yox, o da alınır. Hə də 2x kvadrat. Bərabər götürərsən 2x kvadratı 2, x kvadratı 1-dirsə 1-lə mənfi 1 sərhədi olur. Çıxıb tapacaqsın. Bir dənəsini yazaq, heç olmasa. 70 dənəsini oxumayaq da. 2x kvadratı bərabər x kvadratdır. 2 bərabər 2x kvadratdır. X kvadratı 1-dir. Deməli, sərhədimiz 1 ilə mənfi 1-dir. İndi x kvadratın qrafiki belədir. Mənfi x kvadrat 2 çıx x-in kvadratında da belə deyək də bu. Mənfi x kvadrat plus 2 deyilmi? Hə? Bir dəqiqə. Qrafiklə özüm çəkirəm, həm də funksiya təkrar olsun. Mənfi x kvadratı plus 2-də də 2 vahid, əslində burada olmalıdır, təpə nöqtəsi. 2 vahid yuxarıda olur. Elə bil, belə bir qrafik olur. Bilirsiniz, normalda elə bil buradan gəlməlidir. Prosta indi orada plus 2 var deyə 2 vahid yuxarı çıxır. Hə, elə bil, uşaqlar, buranı soruşur da sizdən. Hə? Yox, plus 2 olur. Əgər ki, mötərizədə x plus 2 kvadratı olsa, sən deyən sola gedir. Onu deyirsən bəlkə. Sərhəd nədir burada? Mənfi 1. Burada 1. Düzdür? Belə baxanda çox qarşı görsən. Belə başa düşüləndir məncə. Hə, yenə deyək, o qrafiki çəkməsəz də olar. Yəni, sadəcə mən çəkirəm ki, üst sərhədi falan müəyyənləşdirək. Bax, bura y bərabər mənfi x kvadrat plus 2-nin qrafikidir, üst sərhəd. Ona görə birinci buranı yazıram. Çıxıram x kvadratını. İnteqrallayacaq. Nə olur? Mənfi x kvadratı plus 2. İnteqrallamamışam hələ. İndi integral edək. X üstə 3 bölü 3. Üstə gəl. 2x. 1 qoyanda yerinə mənfi 3-də 2. 1 qoyanda 2. Çıxılsın. Mənfi 1 qoyanda müsbət 3-də 2. Mənfi 1 qoyanda mənfi 2. Mənfi 3-də 2 üstə gəl 2. Çıxaq 3-də 2 üstə gəl 2. Bu da alınır nə? 4 çıxaq 3-də 4. 2 tam 3-də 2. Oldu? Baxın, görün. Nəyisə başa düşmədirsə, indidən soruşun. Nəyi bilmədin? Soruş. Hı. 2 dənə mənfi x kvadratı plus 2. Elə şeylər çox fikirləşmə. Məndən tez soruş. Deyim. Başı yorma. Səhər tezləndi biraz. Vicdan haqqı hamısı eynidir. Gəlin, belə buna bir dənə saxlayaq. Risk bir dənə. Şeyə baxaq, 40-sı. 43 çətin oxşamır, bir dənə baxım. Necə?
İndi burada bir dənə maraqlı söhbət var. Maraqlı söhbət nədir? Bax, sərhədlər deyirsən ki, bura nədir? 1. Niyə? Burada, bu nəyin qrafikidir? Bax, bu. X kubunun. Hə. Yazırsan 8x kubu bərabərdir. Nə ilə kəsişib? 8 ilə. X kubu 1, x nə olur? 1. Bu sərhəd demək nəymiş? 1. Bura qədər aydındır? Hə. Burada bir çətinlik olacaq. Ora diqqətlə baxın. Bura bilinir onsa ki, 0-dır bu heç. Bir dənə nöqtə qaldı. O da nədir? Buradakı. İndi bu nə ilə nəyin qrafikin kəsişməsidir? Ondan da olsa üstünə gələcək. 1 ilə elə bil ki, 8x kubunun kəsişməsi deyil o. 8x kubu əgər 1 olsa, x kubu olar 8-də 1, sərhəd nə olur? 2-də 1. Buranın da sərhədi olur 2-də 1. İndi biz nə edəcəyik? Biz birinci, bu böyük qrafik var hava bura. Buranın sahəsini tapacağıq. Sonra bu tıqqılını çıxacaq oradan. Onda da necə olur? Böyüyün qrafiki nədir? Sərhədlər 1 ilə 0 arası. Bəs funksiyalar nədir? Üst sərhədi 8 idi bunun, düzü. 8-dən çıxacaq nəyi? Bəli. Birinci bunu tapaq. 8x çıxılsın, 8 vur, x-dir, 4 böl 4, belə. 1 qoyanda olur, 8 çıxar ki, 6. Düzü? 0 qoymuram. Siz alıb baxın, birdən nəsə. Belə. Bir də oradan çıxmalıyıq bu tıqqılı sahəni. Üstünə gəlmədi. Yox, çıxırsan ki, o iştirklənmiş yeri tapasan. Sərhəd 2-də 1-in 0-a orada nə verib bizə? Hansı funksiyalardır? 1 ilə 8x kubunun qrafikidir. Niyə 1 ilə? Bax, uşaqlar, üst sərhəd 1, alt sərhəd 8x kubuna aiddir. Bu da olur deməli nə? 1-in integralı 1x, bu da x-dir, 4 böl 4. Getdi belə. 2-də 1 qoyanda olur, 2-də 1 çıxılsın, 2 vur, 2-də 1 üstü 4, 16-da 1 ora. 2-də 1-dən 8-də 1 çıxanda 8-də 4-dən 8-də 1, 8-də 3 qara. Biz 6-dan da 8-də 3-ü çıxanda cavab elə verilib, qutardı. Aydındır. Yəni, bəzən artıq, belə deyək də, sahələri tapmaq üçün böyükdən, nə bilim, kiçik çıxacaqsınız, bəzən əyrim-üydüm yerləri verir. Ona görə diqqətli bax. 8x kubu üstə ondan çıxmalıyım. Haradadır üstə? Söhbət orada odur ki, bala. Buranı görsən sən, bu sahəni deyirsən. Bu sahənin üst təbəqəsi nədir? 1-dir. Alt təbəqəsi 8x kubuna aiddir. Bilirsiniz? Buna axırıncı səhifədə. Hə, axırıncı səhifədə. Burada məncə 44-ü yaza bilərsiniz. Nə olacaq? 1-in 4-ə, hə, sərhəd, bir də 3 2 x integral qutardı. Yəni, burada qeyri-adi bir şey yoxdur. 45-də də məncə qeyri-adi bir şey yoxdur, 46-da da. İstəsəz birini yazaq hansınsa. Hə, problem deyil. Amma yenə də istəyirsiniz, gəlin 45 yazaq. Hə, ürəyimdə qalmasın, gəlin 45 yazaq. Onlar ki, kimsə başa düşməz. Nə edəcəyik? Bərabər götürəcəyik bunları. Mənfi x-in üstə x gələndə mənfi 1x plus yox, 4 çıxar, qoy bir də fərq olsun, hə. 2-dən 4 çıxdım 2. Bərabər 0. Toplayanda 1, vuranda mənfi 2. 2 ilə mənfi 1 də.
Sərhədlərimiz deməli nə oldu? 2 ilə -1. x1, 2, x2, -1. İndi fərqi yoxdur. Hansından hansını çıxmaq istəyirsə, onu deyək. Yəni, qrafik təqribən belədir. Biri paraboladır, qolu yuxarıdır. Biri də -x üstəgəl 4 olduğu üçün qrafik, azalan qrafikdə o da harca gəlib belə bir şey çıxacaq da. Bilirsiniz? Ona görə bu üst sərhəd nə düşür? -x plus 4, bəli. Birinci onu yazaq. -x plus 4 çıxılsın bu. Hə. X kvadratı minus 2 dx. Bildiniz? 2 -1. -x kvadratı plus 1x üstəgəl 2. İndi inteqrallayaq, getsin. -x üstü 3 bölü 3 x üstü 2 bölü 2 da 2x. 2'nin kubu 8. 3'də 8. 2 üstü 2. 4 böl 2. 2 qalır. 2 vur 2. 4 olur. Düzdür uşaqlar? Mənfi 1 qoyanda 3'də 1 orada. Bura. Hə. Mənfi 1 qoyanda bura olur. Müsbət 2'də 1. Bu da çıxar 2. İndi yerinə qoymaq özünüz baxarsınız orada. 3'də 8, üstəgəl 6, çıxar 3'də 1, çıxar 2'də 1, plus 2. Bu olur şey, -3 üstə 1 ilə -3 üstə 8, -3 üstə 9, üstə 6 gəlir, üstə 2 gəlir. Nə qədər olur? 5 deyəsən. Cavaba yenə də baxın, ola bilər nəsə bir. 2'də 1 yazmadım. Aysa, 5 2'də 1 olur, 4 onda 5 deyəsən. Yəni də bir dənə cavabı göz atın. Sən 45. Bir şey qalmayıb, darıxmayın.